Demək, oyunlar. Oyunlar haqqında öncə onu deyək ki, baxın, oyunlar uşaqların inkişafında çox vacib olan, belə deyim, fəaliyyətlərdən biridir. Oyunlar uşaqların həm fiziki inkişafına, həm əqli tərbiyəsinə, yəni uşaqların demək olar həm idrakına, bir çox, yəni belə deyim də, inkişafında, formalaşmasında çox mühüm əhəmiyyət daşıyan bir fəaliyyət növlərindən biridir. Biz burada indi oyunların bir çox növləri var. Onlar haqqında tam ətraflı tanış olacaq. Yəni incəliklərlə hamısını deyəcəm sizə. Yəni testdə əsas harası düşür, nədir, yəni qarışdırmayasınız deyə. Demək, birinci növbədə biz deyirik ki, oyunlar, baxın, testdə düşə bilər ki, xarakterinə görə və yaxud soruşa bilər məzmununa görə və yaxud rəngarəngliyinə görə və yaxud da ki, düşə bilər ki, oyunlar ümumi olaraq neçə növü var. Biz deyirik ki, oyunlar xarakterinə, məzmununa, rəngarəngliyinə və ümumiliyinə görə 2 növü var. Əsas iki növdən danışırıq biz burada. Yaradıcı oyunlar və qaydalı oyunlar. Birincisi yaradıcı oldu, ikincisi qaydalı oyunlar. Yaradıcı oyunlar gəlin görək nədir? Baxın, yaradıcı oyunlarda biz deyirik ki, yaradıcı oyunların qurucusu burada yəni böyüklər tərəfindən, heç bir kəs tərəfindən, yəni bu yaradılmır. Bu oyunun qurucusu uşaqdır. Yəni uşaqların özünün belə deyim də təsəvvürünə, özlərinin təxəyyülünə, yəni uşağın özünün idarəçisi olur da bu oyunu. Çünki uşaq özü yaradır, özü də idarəçisi olur. Yəni tamamilə bu uşağa məxsusdur. Bu bizim oldu oyunların əsas növündən birinci növü yaradıcı oyun. Dedik ki, bunun qurucusu uşaqdır. Və yaradıcı oyunlar da öz növbəsində bölünür 3 yerə. Birinci olur, ekran görüntüsü var, prosta ki, ekrana verə bilmədim. Nəsə Zoom yenilənibdi, kompüterdə yenilənib deyə ekrana verə bilmədim. Gələn dəfədən inşallah növbəti mövzuda verəcəm, amma PDF var, sonda atacağam. Demək, deyirik ki, oyunun qurucusu uşaqdır. Burada oyun 3 yerə deyirik ki, bölünür. Birinci olur tikinti, quraşdırma, yaradıcı oyunlardan danışırıq növlərindən. Birincisi olur tikinti, quraşdırma, ikincisi olur dramlaşdırma, üçüncüsü olur sujetli, rollu oyunlar. Demək, indi bunlar haqqında bir-bir biz danışaq. Demək, öncə bir də təkrar deyirəm yeni qoşulanlar üçün. Biz dedik ki, yaradıcı oyun, uşağı, belə deyim, oyunun qurucusu burada uşaqdır. Uşaqlar tərəfindən olur. Uşaqların şəxsi təxəyyülü, ideya və özünü dünya görüşlərinə əsasən maraqlarına, zövqlərinə uyğun şəkildə yaradılır. Uşağın öz təxəyyülü olur, öz ideyası olur, öz dünya görüşü olur, öz marağına əsasən, yəni yaradırlar. Burada biz danışdıq ki, yaradıcı oyunun 3 növü var. Birincisi oldu tikinti, quraşdırma. Tikinti, quraşdırma oyunu nədir? Müəllimə, Zeynəb müəllimə qeyd elədim, axı ekran görüntüsünü verə bilmirəm. Zoom yenilənibdir ona görə. Amma PDF var, sonda atacağam. Demək, tikinti quraşdırma nədir? Tikinti quraşdırmada biz deyirik ki, əsasən bloklar, burada bloklarla, yəni evlər tikilir. Bu uşaqların yaradıcılıq və məkan düşüncəsini inkişaf etdirir. Yəni məkan düşüncəsi burada nədir? Çox müəllimlər bəzən burada bunu məkan görəndə çaşır. Baxın, biz dedikmi bloklarla ev düzəldilir. Tutalım ki, bir dənə ev tikirlər. Neynirlər? Evi sağa, sola, üstə, alta. Burada artıq görürsünüz alt, üst, sağ, sol. Burada nə yarandı? Artıq burada məkan anlayışı yarandı. Ona görə biz deyirik ki, tikinti quraşdırma əsasən bloklarla evlər tikilir. Bu da uşaqların yaradıcılıq və məkan düşüncəsini inkişaf etdirir. Burada biz deyirik ki, alt, üst, aşağı, yuxarı, özünü səmtləşmə, özündən səmtləşmə, əşyaların bir-birinə olan səmtləşməsi kimi riyazi biliklərə uşaqların yiyələnməsinə səbəb olur. Bu oldu bizim yaradıcı oyunların birinci növü olan tikinti, quraşdırma və artıq ikincisi haqqında məlumat verək. İkinci növü olur dramlaşdırma. Dramlaşdırma nədir? Dramlaşdırma biz deyirik ki, real həyati situasiyalardan götürülür. Yəni burada daxilinə, hadisənin daxilinə giriş, daxilinə girmək. Yəni ümumiyyətlə dramlaşdırma oyunu bir də siz necə asan yadda saxlaya bilərsiniz? Buradan avtomatik olaraq siz gedin ədəbiyyata. Ədəbiyyatda dramatik növ, dram janrı yəqin ki, yadınızdadır da. Orada dram nədir? Əsərlər, yəni bir tutalım ki, bir teatra gedirsiniz, bir nəyəsə baxırsınız, deyirlər ki, bu dramdır. Yəni orada əsərdən söhbət gedir də. Əsərin burada deyir ki, daxilinə girmək. Yəni real həyati situasiyalardan dramatik formada canlandırma edirlər. O dram əsəri sanki oynayırlar da, belə deyim. Bunda ən çox şəkilli test tipində olur. Uşaqlar, yəni elə bir düşünün ki, uşaqlar üçün kiçik bir teatrdır. Belə deyim, teatr səhnəciyidir. Elə bir şəkilli oyun görsəniz, bunu siz dramlaşdırma götürürsünüz. İndi bunun haqqında məlumat verin. Baxın, dramlaşdırma real həyati situasiyalardan dramatik formada canlandırma deyirik ki, edirlər. Burada
pərdə olur, səhnələşdirmə olur, dekorasiyalar olur. Bu sizin açar sözünüz olsun. Pərdə, səhnələşdirmə, dekorasiyalar və hadisənin daxilinə belə deyim girmək olur. Dramatik, belə deyim də dramlaşdırma oyunları. Sonra gəlir yaradıcı oyunların üçüncü növü sujetli rollu oyunlar. Sujetli rollu oyunlar isə biz deyirik ki, sosial bacarıq, empatiyanın inkişafı burada əsasdır. Yaradıcılıq və təsəvvür genişlənir. Real həyatı situasiyalardan götürülən təqlidlər fərdi kollektiv olaraq uşaqların deyirik ki, burada iştirakından olur. Psixoloji, sosioloji, emosional inkişaf üçün vacibdir. Baxın, açar sözləri burada deyirik ki, psixoloji, sosioloji, emosional belə deyim, inkişafı üçün vacibdir. Sosial bacarıq, empatiya, görsəl sujetli rollu oyun götürürsünüz. Sujetli rollu oyunlara da, yəni çox artıq misal çəkmək istəmirəm. Bunu hamı bilir. Yəni uşaqlar burada imitasiya var, təqlid etmək var. Yəni uşaq burada polis geyimində ola bilər. Məsəl üçün polisi təqlid eləyə bilər. Müəllim kimi özünü apara bilər, müəllimi təqlid eləyə bilər. Misal üçün mənim qızım bağçaya gedir. Canlı bir belə misal çəkim. O evə gələndə özü üçün tək başına oyunlar oynayır. Müəllimi hicablıdır. Bir də görürəm ki, gedir paltarı keçirir, başına bağlayır, deyir ki, mən müəlliməyəm. Yəni artıq bu nədir? Bu sujetli rollu oyundur. Yəni təqlid, imitasiya etmək. Görsəz, sujetli rollu oyun götürürsünüz. Həmçinin burada dedik ki, sosial bacarıq, empatiyanın inkişafı əsasdır. Psixoloji, sosioloji, emosional inkişaf üçün uşaqlarda vacibdir bu oyun. Bura qədər bir dənə təkrar bir də deyirəm, sonra keçirik qaydalı oyunlara. Demək, dedik ki, oyunların əsasən iki növü var. Birincisi oldu yaradıcı oyunlar. Yaradıcı oyunlar dedik ki, uşaqların şəxsi, təxəyyül, ideya və öz dünya görüşlərinə əsasən maraqlarına, zövqlərinə uyğun şəkildə yaradılır. Yəni özləri bunu bu tərzdə yaradırlar, öz təxəyyüllərinə, öz ideyalarına, öz dünya görüşlərinə, öz maraqlarına, öz zövqlərinə uyğun olaraq. Yəni burada yaradıcı oyunu biz dedik ki, qurucusu uşaqdır. Yəni uşaq yaradır, idarəçisi də elə uşaqdır və yaradıcı oyunlarda dedik ki, öz növbəsində bölünür 3 yerə. Oldu burada növləri tikinti, quraşdırma, dramlaşdırma, sujetli rollu oyunlar. Demək, tikinti, quraşdırma oyunları biz dedikdə nə başa düşdük? Burada dedik ki, əsasən bloklarla evlər tikir uşaqlar. Məsələn, evləri misal gətirdim da. Yəni bu da uşaqların dedik ki, yaradıcılıq və məkan düşüncəsini inkişaf etdirir. Alt, üst, aşağı, yuxarı, özünü səmtləşmə, özünə səmtləşmə, əşyaların bir-birinə olan səmtləşməsi kimi riyazi biləklərə yiyələnirlər. Sonra burada dedik ki, dramlaşdırma, real həyati situasiyalardan dramatik formada canlandırma edilirlər, pərdə olur, səhnələşdirmə olur və dekorasiyalar olur. Bunlar açar sözlərdir. Sonra gəldik sujetli rollu oyunlar. Burada dedik imitasiya, təqlid etmə olur. Yəni uşaq dedik ki, rola girir. Sosial bacarıq, empatiyanın inkişafı burada əsasdır. Yaradıcılıq və təsəvvür genişlənir. Real həyati situasiyalardan götürülən təqlidlər fərdi, kollektiv olaraq uşaqların iştirakı ilə olur. Burada psixoloji, sosial, emosional inkişaf üçün vacibdir. Bir də bunu yadınızda saxlayın ki, sujetli rollu oyunda biz deyirik ki, yəni kollektivçilik bacarığı da uşaqda inkişaf edir. Sonra gəlir qaydalı oyunlar. Baxın, biz dedik ki, belə deyim, yaradıcı oyunları uşaq özü yaradır. Qaydalı oyunlara gəldikdə isə, baxın, qaydalı oyunlar isə biz deyirik ki, uşaqlara bu artıq yaşlılar tərəfindən uşaqların həyatına gətirilən oyunlardır. Bir növ o deyirik, babadan, dədədən, yəni nəsildən nəslə keçən oyunlar. Qaydalı oyunlar isə özləri bölünür. Yenə bunlarda 2 yerə. Mütəhərrik oyun, didaktik oyunlar. Xeyr, Leyla müəllimə, özünə səmtləşmə bu dərsdə deyil. Özünə səmtləşmədir. Bunları biz riyaziyyat məşğələsini keçdikdə onun içində geniş keçəcəyik. Sadəcə olaraq burada mən qeyd elədim ki, yəni tikinti, quraşdırma oyunlarından bağlı keçəndə uşaq burada ev tikirsə, artıq aşağı, yuxarı, arxaya, yəni bu anlayışlarla, məkan anlayışından həmçinin özünə səmtləşmə burada görə bilərsiniz. Yəni bunu artıq uşaq bunlarla məkan anlayışına yiyələnmiş olur. Yəni testdə belə bir şey görsəz, yəni tam parçaladım nöqtəsindən də hər şeyinə qədər dedim ki, çaşmayasınız. Və dedik ki, qaydalı oyunlar bölünür 2 yerə. Mütəhərrik oyunlar və didaktik oyunlar. Mütəhərrik oyunları da bilirsiniz, indi mən belə parçalayıram. Bir var, mütəhərrik ümumiyyətlə dedikdə mütəhərrik hərəkət. Yəni burada belə asan hərəkətlə yadımızda saxlayırıq. Yəni burada ən çox nədir? Bir də mütəhərriki qaydalı mütəhərrik kimi də deyə bilirik. Elbək mütəhərrik oyun məsəl üçün deyirik ki, gizlənpaç, qaçdı, tutdu,
bandı və milli folklor xalq yaradıcılığı nəsildən nəslə gələn oyunlar olur. Onlardan məsəl üçün biz belə deyim də Bənövşə oyunu var. Sonra milli oyunlardan keçmişdən yadınızda, yəni qalan oyunlardan, yəni yadınıza o düşən oyunlar görsəz, yəni bilirsiniz ki, bu qaydalı mütəhərrik oyunlardır. Məsəl üçün biz belə deyim uşaq vaxtı 5 daş oyunu oynayırdıq. Bunlar da artıq qaydalı mütəhərrik oyunlar olur. Çünki folklorlardan deyirik ki, milli folklor xalq yaradıcılığı nəsildən nəslə, yəni gələn oyunlardır. Sonra gəlir didaktik, sonra gəlir didaktik elementli mütəhərrik oyunları. Mən bir də belə deyim sizə, dedim mütəhərriki mən parçalayıram. Bir var qaydalı mütəhərrik, bir də var ki, didaktik elementli mütəhərrik. Qaydalı belə deyim mütəhərrik dedim ki, milli folklor xalq yaradıcılığı nəsildən nəslə gələn oyunlar görsəniz, bu olur qaydalı mütəhərrik oyunlar. Didaktik elementli mütəhərrik oyunlar isə məsəl üçün mən belə deyim də uşaqlara deyirəm ki, məsəl üçün deyək ki, topu atır, oynayır. Deyirəm ki, topun adını de, sonra at. Burada gördünüz necə topun adını deyir, onun idraki inkişaf edir. Yəni burada didaktikadan artıq söhbət gedir. Bu olur didaktik elementli mütəhərrik oyun. Və yaxud mən deyirəm ki, yəni mütləq deməlidir də, onda belə olur artıq. Və yaxud deyirəm ki, hansı, məsəl üçün deyək ki, bir dairənin halqanın yanından keçir. Deyirəm ki, məsəl üçün dairənin deyirəm ki, məsəl üçün hansı dairənin yanından keçirsənsə, rəngini de, sonra yəni qaç, belə deyim. Bu başa düşmədim. Bir də Gülmira müəllimə yazılıb ki, variant verilir. Nədə variant verilir? Səsi açıb da deyə bilərsiniz, amma aydın olmadı fikriniz mənə. Sonra gəlir didaktik oyun, ikinci növü. Didaktik oyun nədir? Didaktik oyun biz deyirik ki, öyrədici oyundur. Zehni, diqqəti, təfəkkürü inkişaf. Buyurun. Üzr istəyirəm müəllimə. Bu didaktik elementli mütəhərrik oyunlarda, yəni bir növ elə bir variant verilir də. Əgər məsəl üçün deyirik ki, topu rəngidimi, ya nə idimi, bu kimi şeyləri, yəni uşağa bir növ variant verilir. Belə başa düşdüm mən. Yəni müəllim variant verir uşağa o didaktik element mütəhərrik oyun zamanı. Bir dəqiqə üzr istəyirəm. Baxın, bunu asan Gülmira müəllimə necə tapa bilərsiniz? Didaktik elementli mütəhərrik zaten bilirsiniz ki, burada hərəkətlə bağlıdır da. Yəni hərəkətlə bağlı nə görsəz siz bilirsiniz ki, bu mütəhərrikdir. Amma ki, artıq didaktik olanda siz avtomatik orada, yəni ki, Səsiniz gəlmədi mənim. Səsiniz gəlmədi. bax hərəkət görsəz, qabağında yəni idrakla bağlı, belə deyim, düşüncə ilə bağlı, zehnlə bağlı bir cümlə görsəz, siz bunu didaktik elementli götürə bilərsiniz. Məsəl üçün deyirəm ki, uşaq halqanın yanından qaçır da. Mən deyirəm ki, hansı halqanın yanından keçirsənsə də rəngini de. Məsəl üçün qırmızı halqanın yanından keçir. Bəli, siz düz deyirsiniz. Bir növ yəni qayda kimi də, yəni şərt qoyursan da, elə bir şərti deməlidir. Və topu atır, deyirəm ki, topun adını de, sonra at. Düz başa düşmüsünüz, bəli. Yəni ən çox da yəni deyirəm ki, bunu yadında saxlaya bilməyən bir müəllimlər varsa, bunu yəni əvvəlinə idrak beynində idrak, düşüncə, məntiq bunları quraşdırsın ki, yəni hərəkətin qabağında bunu görsən avtomatik bu olur didaktik elementli mütəhərrik oyun. Oldu, aydın oldu mu? Aha. Və gəlirik biz indi ikinci növü olan qaydalı oyunların didaktik oyun. Didaktik oyun nədir? Bayaqlarda dedik. Burada öyrədici, zehin, diqqət, təfəkkür inkişaf edir. Yəni uşağın bir növ beyni belə deyim də inkişaf edir. Və didaktik oyunun 3 əsas növü vardır. Birinci olur oyuncaqlarla oyun. İkinci növü odur ki, şifahi və sözlü oyunlar.
Üçüncü stolüstü çap oyunları. Demək, didaktik oyunlar özü 3 yerə bölündü. Birinci növü dedik ki, oldu oyuncaqlarla oyun. Oyuncaqlarla oyun nədir? Oyuncaqlarla oyunda biz dedik ki, burada uşaqların idraki inkişafı, həm də motor bacarıqları formalaşır. 1-3 yaşlı uşaqlar üçün daha çox istifadə olunur. Məsəl üçün nümunə deyirəm ki, rəngləri tanımaq üçün rəngli oyuncaqların sıralanması. Bu olur oyuncaqlarla oyun. Baxın, deyirəm ki, rəngləri tanımaq üçün rəngli oyuncaqların sıralaması olur. Sonra burada deyim ki, şifahi və sözlü oyunlarda isə biz deyirik ki, tapmaca, qafiyə, düşünmə, yaddaş, yüksək fəallıq yaradır. Uşaqda daha çox 5-7 yaş belə deyim uşaqlar üçün istifadə olunur. Çünki şifahi və sözlü oyunlar elə bil ki, ən qəliz, yəni çətin olan bir oyun növüdür. Çünki burada biz dedik ki, qafiyədən söhbət gedir, tapmacadan söhbət gedir. Yəni yüksək bir fəallıq yaradır da. Ona görə bu da yəni orta qrupda gedə bilməz. Yəni körpələr qrupunda gedə bilməz. Ona görə biz bunu daha çox 5-7 yaş uşaqlar üçün istifadə olunur. Yəni qəlizdir deyə da belə deyək. Sonra üçüncü növ isə stolüstü çap oyunlarıdır. Stolüstü çap oyunları isə dedik ki, daha çox 3-6 yaş və 4-6 yaş uşaqlar üçün xarakterikdir. Burada çapla olan oyunlardır. Burada dedik ki, oyun kartları olur. Uşaqda diqqət, məntiq, şəkilləri bir-biri ilə uyğunlaşdırmaq olur. Bəli, kartlar olur. Bir daha deyirəm. Demək, didaktik oyunlar biz dedik ki, didaktik oyunlarda dedik ki, örgədici oyundur. Zehni, diqqəti, təfəkkürü inkişaf etdirir. 3 əsas növü vardır. Oyuncaqlarla oyun. Burada uşaqların idraki inkişafı, həm də dedik ki, motor bacarıqları formalaşır. 1-3 yaşlı uşaqlar üçün daha çox istifadə olunur. Biz burada dedik ki, nümunə, məsəl üçün deyirəm ki, rəngləri tanımaq üçün rəngli oyuncaqların sıralanması. İkinci isə şifahi və sözlü oyunlardır ki, burada tapmaca, qafiyə, düşünmə, yaddaş, yüksək fəallıq yaradır. Uşaqda daha çox 5-7 yaş uşaqlar üçün dedik ki, istifadə olunur. Sonra stolüstü çap oyunları isə biz dedik ki, daha çox 3-6 yaş, 4-6 yaş üçün uşaqlar üçün daha çox istifadə olunur və çapla oyunlardır. Burada oyun kartları olur. Uşaqda diqqət, məntiq şəkilləri bir-biri ilə uyğunlaşdırır. Bayaqlar biriniz yazmısınız, domino, bəli, şaşki, şahmat, bunlar hamısı stolüstü çap oyunlarına misal ola bilər. Sonra gəlir təklikdə oyun var, paralel oyun var, əməkdaşlıq var, sensomotor var, simvolik oyun var. Bunları keçməzdən əvvəl bir daha bura qədər keçdiyimizi başdan təkrar deyək ki, yadımızdan çıxmasın, sonra davam eləyək. Demək, dedik ki, oyunlar əsasən 2 növü var. Yaradıcı oyunlar, qaydalı oyunlar. Yaradıcı oyunlar dedik ki, burada oyunun qurucusu uşaqdır. Yaradıcı oyun uşaqların şəxsi təxəyyül, ideya və özünün dünya görüşünə əsasən maraqlarına, zövqlərinə uyğun şəkildə dedik ki, yaradırlar. Və burada biz dedik ki, 3 növü var yaradıcı oyunun. Birinci, tikinti quraşdırma. Tikinti quraşdırma dedik ki, əsasən burada bloklarla evlər tikir. Bu uşaqların yaradıcılıq, məkan düşüncəsini inkişaf etdirir. Alt, üst, aşağı, yuxarı, özündən səmtləşmə, əşyaların bir-birində olan səmtləşməsi kimi riyazi biliklərə yiyələnirlər. Sonra dramlaşdırma isə burada dedik ki, hadisənin daxilinə belə deyim, girmək, real həyati situasiyalardan dramatik formada canlandırma edirlər, pərdə olur, səhnələşdirmə olur, dekorasiya olur. Sonra sujetli rollu oyunlar isə burada təqlid etmə, imitasiya, xəyali obrazlar. Burada dedik ki, yaradıcılıq və təsəvvür genişlənir, real həyati situasiyalardan götürülən təqlidlər fərdi kollektiv olaraq uşaqların dedik ki, iştirakçı, psixoloji, sosioloji, emosional inkişaf üçün vacibdir. Bu oldu bizim yaradıcı oyun və yaradıcı oyunun növləri. Sonra gəldi qaydalı oyunlar. Dedik ki, uşaqların həyatına yaşlılar tərəfindən gətirilmiş oyunlardır. Qaydalı oyunlar özü 2 yerə bölündü. Mütəhərrik oyunlar və didaktik oyunlar. Mütəhərrik oyunları da biz dedik ki, qaydalı mütəhərrik, bir də var ki, didaktik elementli mütəhərrik. Qaydalı mütəhərrik dedik, odur ki, burada ümumiyyətlə mütəhərrik oyun dedikdə burada hərəkətdən söhbət gedir. Qaçmaq, tutmaq, gizlənpaç oynamaq və s. Burada deyirik ki, milli folklor, qaydalı mütəhərrikdə milli folklor, xalq yaradıcılığı, nəsildən nəslə gələn oyunlar olur. Yəni məsəl üçün dedik ki, Bənövşə, 5 daş, yadımda yəni qalan bunlardır. Bu oyunlar qaydalı, mütəhərrik oyunlara misal ola bilər. Sonra didaktik elementli mütəhərrik oyun isə dedik ki, uşaqlar qaçma, tutma oynasa da burada mütləq ad deyir. Məsələn, hansı halqanın yanından keçirsənsə rəngini de. Məsələn, hansı topu atırsansa rəngini və yaxud adını de, belə deyim. Sonra gəlir biz dedik ki, didaktik oyun.
Didaktik oyun dedik ki burada zehin, burada əsasən dedik ki öyrədici oyundur. Zehni, diqqəti, təfəkkürü inkişaf etdirir, bir növ beyni inkişaf etdirir, yəni idrak cəhətdən beynimizi inkişaf elətdirir. Burada dedik ki 3 əsas növü var didaktik oyunların: oyuncaqlarla oyun, şifahi və sözlü oyunlar və stol üstü çap oyunları. Oyuncaqlarla oyun dedik odur ki, burada uşaqların idraki inkişafı həm də motor bacarıqları formalaşır. 1-3 yaşlı uşaqlar üçün daha çox istifadə olunur. Nümunə olaraq məsəl üçün dedim ki, rəngləri tapmaq üçün rəngli oyuncaqların sıralanması. Şifahi və sözlü oyunlar isə deyirik ki, tapmaca, qafiyə, düşünmə, yaddaş, yüksək fəallıq yaradır. Uşaqda daha çox 5-7 yaş uşaqlar üçün istifadə olunur. Çünki bu qəliz, biraz belə deyim, çətin olan bir oyun növüdür deyə 5-7 yaşda daha çox biz istifadə edirik. Stol üstü çap oyunları isə dedik ki, daha çox 3-6 yaş, 4-6 yaş olur burada uşaqlar. Çapla oyunlardır, oyun kartları olur. Uşaqda diqqət, məntiq şəkilləri bir-biri ilə uyğunlaşdırma kimi oyunlardan söhbət gedir. Burada yəni lotolar, dominolar buna misal ola bilər. Puzzle'lar. Sonra gəlir indi oyunların digər əsas növləri. Baxın, bura qədər əslində hardasa asandır. Yəni bura qədər, bu danışdığım yerə qədər imtahanda düşəndə 90% müəllimlər yəni düz yaza bilir. Əsas belə deyim, əsas yəni istoriya burdan sonradır. Ən çox bax imtahanda keçəndə sensomotor oyunlar düşmüşdü. Bir də simvolik oyunları düşdüyünü görmüşdüm. Ondan qabaq da yəni bu tərəfdən çox düşübdü. Ümumiyyətlə təklikdə oyun, digər növlər, paralel oyun, sərbəst oyunlar, əməkdaşlıq oyunlar, simvolik oyunlar, sensomotor oyunlar, konstruktor oyunlar. Bu oyunların, yəni bu növləri əslində bunlar da asandır. Prosta müəllimlər çox vaxt buranı çox qarışdırır. İndi burada diqqətli olun. Danışırıq birinci təklikdə oyun. Təklikdə oyun 0-2 yaş arası uşaqlardan söhbət gedir. Yəni təklikdə bir oyun. Ümumiyyətlə 0-2 yaş dedikdə indi hamınızın 90% çoxunuzun burada yəqin ki evladınız var. Öz uşağınızın üstündə də təsəvvür elə. Bəs baxın, adi deyirik 0-2 yaş. Uşaq məsəl üçün 6-7 ayına gələndə iməkləmək dövrünə başlayır. Biz uşağı nə edirik? Məsəl üçün atırıq yerə iməkləyir və yaxud da ki uşaq sakit durması üçün lap 7 ayında olmasın, deyək ki 9-10 aylıq olsun da. Ən çox bu 6 aydan sonra baş verir də. Ona görədir. Məsəl üçün onu biz qoyuruq bir yerə, deyirik ki, qabağına oyuncaq tökürük ki, özü oynasın. Bu nə olur? Təklikdə oyun. Görürsüz, hansı aralıqda oldu? 0-2 yaş arası. Bu 1 yaşda da ola bilir, 1 yaş yarımda da ola bilir. Baxın, deyir ki, burada uşaq 5 duyğu orqanımız var da bizim. 5 duyğu orqanı inkişafına səbəb olacaq fəaliyyətlərlə məşğul olur. Müxtəlif teksturalı, burada deyirəm ki, burada müxtəlif teksturalı oyuncaqlarda, yəni duyğu və motor bacarıqların inkişafı olur. Yəni burada məsəl üçün bir də nə olur? Güzgü ilə oyun olur. Məsələn, güzgüyə baxır, özünü tanıyır uşaq. Həqiqətən də uşaq fikir verirsiniz, hardasa 6 ayını artıq keçəndə belə deyim, 8, 9, yəni belə xatırlayıram mən. Bu aylara gələndə uşaq güzgüdə bəzən özünü göstəririk, güzgüdə özünə baxır, gülür. Yəni burada uşaq neyinir? Güzgüdə dedik ki, güzgü ilə oyun sayılır bu. Güzgüyə baxaraq özünü artıq tanıyır. Sonra burada və yaxud var səsli oyuncaq. Səsli oyuncaq nədir? Məsəl üçün, hər hansısa bir oyuncağın səsini eşitir, uşaqda eşitmə, yəni eşitmə orqanının artıq belə deyim də inkişafı üçün bu vacibdir. Demək, təklikdə oyun. Əsas burada yadınızda nə saxlayırsınız? Burada dedik ki, 0-2 yaş arası olur. Burada uşaq 5 duyğu orqanının inkişafına səbəb olacaq fəaliyyətlərlə məşğul olur. Müxtəlif teksturalı oyuncaqlar olur. Yəni müxtəlif teksturalı oyuncaqlarla deyirik ki, duyğu və motor bacarıqların inkişafı. Bu nə deməkdir? Məsəl üçün, uşaq balaca vaxt görürsüz, əlinə oyuncaq veririk. Bu da ən çox 1 yaşdan biraz əvvəlki dövrlərə aid olan vaxt olur. Yəni 6, 7, 8, hətta 5 ayında falan da ola bilər. Əlindən oyuncaq verir, ağzına aparır. Yəni o ağız suyu olur da, belə deyim, ağzına aparır və başlayır ağzında, yəni oyun. Yəni bu da ona görə təklikdə oyuna aiddir. Dedik ki, müxtəlif teksturalı oyuncaqlarla duyğu və motor bacarıqlarının inkişafı. Yəni oyuncağı əlinə alır, barmaqlarını məsəl üçün hərəkət elətdirir. Artıq burada motor bacarıqları inkişaf edirmi? Yəni motorikada biz inkişaf sahəsində keçirik. Yəqin ki, bilərsiniz, böyük motorika var, kiçik motorika. Kiçik motorika bizim barmaq hərəkətlərimizdir, barmaqlarımızdır, yəni əl gözünüzün qabağına gətirir. Böyük motorika bizim o deməkdir ki, yəni ayaq, qaçmaq, hoppanmaq, tullanmaq, yəni velosiped sürmək və s. bu olur böyük motorika. Ona görə də burada təklikdə oyunda dedik ki, 0-2 yaş arası uşaqlarda olur, 5 duyğu orqanı inkişafına səbəb olur. Burada deyirik ki, müxtəlif teksturalı oyuncaqlarla duyğu və motor bacarıqların inkişafı olur. Məsələn, səsli oyuncaq, güzgü ilə oyun bu oyuna misal ola bilər. Təklikdə oyun deyirik ki, sensor, hərəki, duyğu, qavrama, yəni bu saydığım bizim dediyim açar sözlərdir. Yəni siz təklikdə oyunda sensor, hərəki, duyğu, qavrama
Bunu görsəz, yəni götürürsüz təklikdə oyun. Təklikdə yəni araşdıraraq uşağın özünün tədqiqat araşdırma yolu ilə oynamasıdır. Baxın, təklikdə oyun dedik ki, sensor, hərəki, duyğu, qavrama və təklikdə araşdıraraq uşağın özünün tədqiqat belə deyim, araşdırma yolu ilə oynamasıdır. Bu oldu, demək, bizim təklikdə oyun. Sonra növbəti gəlir paralel oyun. Paralel oyun ən çox müəllimlərin qarışdırdığı bir oyun növüdür. Baxın, paralel oyunda ən asan deyəcəm, necə yadınızda saxlaya bilərsiniz. Birinci onu deyim ki, paralel oyun 2-4 yaş uşaqlar üçün. 3-4 yaş xeyr. Kimsə yazıb orada, telefonun markası yazılıb. 3-4 yaş deyil, xeyr. Paralel oyun biz deyir ki, 2-4 yaş uşaqlar üçün belə deyim, səciyyəvidir. Yəni burada əsasən eyni mühit olur, eyni yerdə görünə bilirlər, amma fərqli fəaliyyətlərlə məşğul olurlar. Baxın, mühit də eyni olur. Yəni eyni yerdə olurlar. Eyni belə deyim də, eyni yerdə görünə bilirlər, amma fərqli bir fəaliyyətlərlə məşğul olurlar. Bu dövrdə deyirik ki, konflikt yarana bilər. Burada uşaqlar yanaşı oynayır, eyni materiallarla oynayır. Hər kəs öz oyununa fokuslanır. Burada Lego ola bilməz. Gəlincik, tikinti bloku olar. Burada deyirik ki, baxın, eyni məkan, müstəqil şəkildə fəaliyyət, eyni material, müşahidə və təqlid mümkündür. Açar sözcüyünü baxın, yadınızda saxlayın. Deyirəm ki, eyni məkan, müstəqil şəkildə fəaliyyət, eyni material, müşahidə və təqlid mümkündür. Çox adam yəni burada müstəqil şəkildə fəaliyyəti görəndə avtomatik qaçır bunu, bəzən sərbəst oyun götürür, ya təklikdə oyun götürür, yanlışdır. Baxın, deyirəm, eyni məkan, müstəqil şəkildə fəaliyyət, eyni material, müşahidə və təqlid mümkündür. Sonra bir daha da deyim bunu, sonra keçək əməkdaşlıqla oyuna. Demək, bizim onu deyim ki, bəli, ancaq Gülmirə müəllimə, ancaq fərqli fəaliyyət doğrudur. Bizim 7 dəqiqəmiz qalıbdır Zoom-un 40 dəqiqəsinin tamam olmağına. Əgər 40 dəqiqə tamam olsa, mən sizə avtomatik yığa bilməsəm, bəzən Zoom 10 dəqiqə verir. Yəni 10 dəqiqəyə qədər mən WhatsApp-dan səsli yığaram, oradan qoşularsınız. Dərsin izahını yox, başqa sual cavab eləyərik, çünki qayda almaq olmur. Sonra mən təkrarən link atacağam, qoşularsınız, arxasını davam eləyərik. Demək, paralel oyun dedik ki, 2-4 yaş uşaqlarla, belə deyim, eyni mühitdə, eyni yerdə görünə bilərlər, amma fərqli fəaliyyətlərlə məşğul olurlar. Bu dönəmdə konflikt yarana bilər. Burada uşaqlar yanaşı oynayır, eyni materiallarla oynayır, hər kəs öz oyununa fokuslanır. Burada Lego ola bilməz. Gəlincik, tikinti bloku olar. Eyni məkan, müstəqil şəkildə fəaliyyət, eyni material, müşahidə və təqlid mümkündür. Bu oldu paralel oyun. Növbəti gəlir bizim paralel oyunları bir-birinə sözü ilə yadımda saxlayıram. Bəli, amma burada Günay müəllimə oldu adınız. Amma Günay müəllimə belə deyim, burada yəni ən əsas açar söz, ən vacib, yəni imtahanda ən çox bu yöndə düşür. Yəqin imtahanda olmuş sözünüzü bilərsiniz. Eyni məkan, eyni belə deyim, müstəqil şəkildə fəaliyyət, eyni material, müşahidə və təqlid. Yəni mümkündür. Bunlar bəzən müşahidə və təqlid orada soruşur. Çox adam təqlidi görəndə avtomatik sujetli gedir, rol oyun götürür. Prosta burada təqlidi tək vermir də. Situasiya kimi artıq cümlənin içində verir. Ona görə paralel belə deyim, oyun kimi biz bunu götürürük. Növbəti gəlir əməkdaşlıq oyunu. Əməkdaşlıq oyun 3-4 yaş uşaqlar üçün xarakterikdir. Burada deyirik ki, rəqabət olmamalıdır. Hər kəs öz fəaliyyəti, belə deyim, hər kəs öz fəaliyyəti olmamalıdır. Hamının məqsədi bir olmalıdır. Burada məqsəd nə oynayır deyil. Necə oynayır? Burada komanda işi, ümumi məqsəd, bir hədəf var. Əməkdaşlıq oyununu bir də necə yadda saxlamaq olar? Baxın, biz sosial, hələ inkişaf sahəsində mən bugün oyunlardan başlamışam, bu sıfırdan olan qrupumda onsuz da. Yəni prosta indi keçəndə orada da yəni deyəcəm, indi çoxlarınız da bilirsiniz. Biz sosial inkişaf sahəmizdə nə deyirdik? Deyirdik ki, orada kollektivçilik, deyim, əməkdaşlıq bacarığı olur da. Afaq müəllimə zəhmət olmasa səsi bağlayın. Şu an həviyəsi də yerindədir. Oynamazam ben bunu. Şansına yazmışlar.